Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəklər Şurası ilə Xəzər Televiziyasının birgə hazırladığı cəmiyyət verilişinin növbəti buraxılışı efirdədir. Bu verilişimizdə ölkə başçısının 16 yanvar 2014-cü il fərmanı ilə təsdiq olunmuş ictimai iştirakçılıq haqqında qanunu müzakirə edəcəyik. Studiyamızın qonaqları Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli və həmin komitənin üzvü millət vəkili Azay Quliyevdir. Xoş gəlmişsiniz studiyamıza. Xoş gəldin. Əli müəllim, ilk olaraq sizdən başlamaq istəyərdim. Bu sözügedən qanun Milli Dəstəklərin rəhbəri olduğunuz Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində müzakirə olunub. Bu qanunun yaranması zərurəti və onun əhəmiyyəti haqqında istəyərdim məlumat verəsiniz. Necə oldu ki, bu qanun müzakirəyə çıxarıldı və Milli Məclisin gündəliyinə salındı? Çox sağ olun. Mən fürsətdən istifadə edib Xəzər TV-yə və Şuranın sədri Azər müəllimə təşəkkür edirəm ki, bu cür verilişlərdə həm də ictimaiyyət, cəmiyyət üçün əhəmiyyətli olan, həm də qanunvericilik məsələlərini müzakirə etmək imkanı yaratmışsınız. Son dövrlər Respublikamızda həyata keçirilən demokratik islahatların çox vacib, mühüm tərkib hissəsindən biri də ictimaiyyətin, cəmiyyətin, insanların, geniş təbəqənin dövlət idarəçiliyi prosesinə cəlb olunmasıdır. Bu həm də dövlətin demokratikliyinin vacib şərtlərindən biridir. Bu xüsusat həm dövlət proqramlarında, sənədlərdə, Cənab Prezidentin imzaladığı fərmanlarda, həm də ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən cəmiyyətə çatdırılmış, verilmiş bir neçə fikirlərdə də öz əksini tapmışdır. Bu həm də ölkəmizdə həyata keçirilən bütün sahələrdəki islahatların daha şəffaf həyata keçirilməsi yönümündə atılan bir addımdır. Əlbəttə, indiki dövrə qədər də ictimaiyyətin, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin dövlət idarəçiliyində iştirak elementləri mövcud idi. Amma onların fəaliyyətini müəyyən mənada tənzimləyən, yönəldən, bir sıra hüquq və vəzifələr qoyan xüsusi bir normativ sənəd mövcud deyildi. Bax, bu baxımdan ictimai iştirakçılıq haqqında qanunun qəbulu və Cənab Prezident tərəfindən imzalanması hesab edirəm ki, son illər həm bizim qanunvericilik həyatımız üçün, həm də bütövlükdə ictimai həyatımız üçün çox mühüm bir töhfə oldu. Yəni, Əli, bunu ictimai sifariş saymaq olardı mı? Əlbəttə və mən qısaca qeyd etmək istəyirəm ki, bu o qanun oldu ki, təxminən uzun bir müddət ərzində bizim komitənin üzvü, Şuranın sədri Azər müəllimin elə rəhbərliyi ilə, iştirakı ilə və vətəndaş cəmiyyətinin bütün tərəflərinin cəlb olunması, eyni zamanda beynəlxalq partnyorların, beynəlxalq qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş şəkildə müzakirə olundu. Qanunun parlament müzakirələri də geniş rezonans doğurmuşdu. Və çox təqdirə layiq hal idi ki, həm milli vətəndaş cəmiyyəti, həm beynəlxalq vətəndaş cəmiyyəti, həm parlament üzvlərinin böyük əksəriyyəti belə bir qanunun vacibliyini vurğuladılar və beləliklə bu ictimai sifariş siz söylədiyiniz kimi bu həm də özünün dolğun, dəqiq həllini tapmış oldu. Beləliklə mən hesab edirəm ki, biz dövlətimizin gələcək fəaliyyətinə ciddi bir töhfə vermiş olduq. Bundan sonra ictimai təşkilatların, ümumiyyətlə ictimaiyyətin, geniş mənada ictimaiyyətin, insanlarımızın dövlət idarəçiliyində iştirakinin çox ciddi bir hüquqi bazası yaranmış oldu. Azər müəllim, qanunun müəllifi kimi istəyərdim o mahiyyət haqqında məlumat verəsiniz. Bu haqda istər vətəndaş cəmiyyətindən, istər ayrı-ayrı vətəndaşlardan gələn reaksiyalar haqqında danışardınız. Qanunun mahiyyətini xahiş edirəm, şərh edərdiniz. Təşəkkür edirəm, hörmətli müəllim. Mən istərdim ki, hörmətli müəllim fikirlərini davam etdirəm və sizin sualınıza keçid edəm. Həqiqətən də bu qanunun qəbulu və Cənab Prezident tərəfindən təsdiqlənməsi, tətbiq ilə bağlı müvafiq fərmanın verilməsi bir də onu göstərdi ki, Azərbaycan dövləti vətəndaş dövlət münasibətlərinin tənzimlənməsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin daha şəffaf və daha təkmil formada qurulmasında,
demokratik proseslərin daha irəli aparılmasında kifayət qədər ciddi iradəyə malikdir və kifayət qədər davamlı və fasiləsiz islahatların həyata keçirilməsində qərarlıdır. Bu da təsadüfi deyildir. Bilirsiniz ki, bundan əvvəl də artıq bir neçə bundan öncə bu istiqamətdə çox ciddi addımlar atılmışdı. Xüsusilə açıq hökumətin tətbiqi ilə bağlı qəbul olunmuş dövlət proqramı, bundan sonra bir çox ölkələr üçün yenilik olan asan xidmətin yaradılması, dövlət qurumları ilə vətəndaşlar arasında əlaqələrin daha intensiv bir şəkil alması, vətəndaşların məmnunluğunu təmin edən addımların atılması, əlbəttə dediyimiz bütün bu fikirlər onu göstərirdi ki, artıq Azərbaycan dövləti, Cənab Prezidentin ifadə etdiyi kimi, təkcə iqtisadi sahədə ciddi uğurlar əldə etmə əzmində deyil, eyni zamanda bu iqtisadi nailiyyətləri demokratik siyasətin, ümumiyyətlə siyasi islahatların davam etdirilməsi ilə tamamlamaq istəyir. Və bu baxımdan əlbəttə ictimai siyasət haqqında qanunun belə geniş müzakirəyə səbəb olması, Milli Məclis tərəfindən və bizim komitənin əksər aparativ üzvləri tərəfindən dəfələrlə müzakirə çıxarılması, ictimaiyyət baxımından, ictimaiyyət nümayəndələri tərəfindən həmişə diqqətdə saxlanılmasının əsas səbəbi də buydu ki, dövlətin artıq bu istiqamətdə konkret bir siyasəti vardı və dövlət əvvəlki həyata keçirdiyi islahatlarla açıq şəkildə bəyan etmişdi ki, bütün hallarda dövlətin başçısı hazırdır ki, ən müxtəlif ictimai əhəmiyyətli problemlərin həllində vətəndaşların iştirakını görsün və bütövlükdə dövləti idarə edilməsində, qərarların qəbulunda vətəndaşların iştirakının maksimum səviyyə təmin etsin. Və mən sizə deyim ki, bu çox unikal bir qanundur və ancaq bu cür qanunlar inkişaf etmiş, yüksək demokratik dəyərlərə sadiq olan ölkələrdə qəbul olunub həyata keçirilir. Və mahiyyətinə gəldikdə isə bunu biz qısa olaraq ifadə etsək deməliyik ki, ümumiyyətlə dövlət siyasətinin formalaşmasında, onun həyata keçirilməsində, eyni zamanda mühüm əhəmiyyətli qərarların qəbulunda vətəndaşların yaxından iştirakını təşviq edən, vətəndaşların iştirakını təmin edən, bu iştirakla bağlı çox ciddi mexanizmə yaradan qanundur. Və bu qanunda xüsusi müddəalar vardır. Bu müddəalara əsasən demək olar ki, istər yerli hakimiyyət orqanlarının, yəni rayon icra hakimiyyətləri, biz yəni sadə dildə desə, rayon icra hakimiyyəti səviyyəsindən tutmuş, ta mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradacaq qurumlar, ictimai şuralar məhz bu qanunun həyata keçirilməsini tam şəkildə təmin edəcəkdir. Ona görə də mən hesab edirəm ki, bu bizim qanunvericilik deməli tariximizdə, ümumiyyətlə qanunvericilik praktikamızda çox mühüm bir hadisədir və mən çox yüksək qiymətləndirirəm ki, Cənab Prezident məhz mühüm bir fərman imzalayaraq bu qanun tətbiqi ilə bağlı çox önəmli bir çərçivələr müəyyənləşdir. Yəqin müəllim bundan bağlı daha ətraflı məlumat verəcək. Amma bir kəlməni mən onu deyim ki, bu qanunun qəbulunun tətbiqi ilə bağlı Cənab Prezident xüsusi məsuliyyət hətta müəyyənləşdiribdir. Bu qanunun pozulmasından bağlı xüsusi məsuliyyət müəyyənləşdirib və bundan bağlı bir qanun layihəsinin hazırlanmasından bağlı Nazirlər Kabinetinə tapşırıq veribdir. Bundan başqa qanunun 1.0.1 maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərini Cənab Prezident öz üzərinə götürübdür. Bu da isə əsas qanunun nüvəsidir, mahiyyətidir. Bu ondan xəbər verir ki, dövlət başçısı həqiqətən də bu qanunun qəbuluna, bunun tətbiqi ilə bağlı çox ciddi siyasi gözləntiləri var. Ona görə də mən hesab edirəm ki, biz vətəndaş cəmiyyəti olaraq, biz vətəndaşı olaraq gərək üzərimizdə düşən vəzifəni tam şəkildə həyata keçirək ki, dövlətimizin bu istiqamətdə olan gözləntilərini tam şəkildə qarşılaya bilək. Yəni Azər müəllim, bu qanun ölkənin demokratikləşdirilməsi istiqamətində son illər atılan həmin bu qətiyyətli addımların bir növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Bir mənalı şəkildə belədir. Ona görə ki, bütün mərhələlərdə vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı vətəndaş qrupları dövlətin idarə edilməsində yaxından iştiraka cəlb olunur. Qərar qəbulunda, qərar qəbulu bilirsiniz, geniş bir anlayışdır. Bütün mərhələdə qərar qəbulunda vətəndaşların rəyi və mövqeyi nəzərə alınır. Və təsəvvür edin ki, demokratiyanın əsas mahiyyəti də ondan ibarətdir ki, dövlətin idarə edilməsində insanların, vətəndaşların iştirakı təmin olunsun. Ona görə də mən hesab edirəm ki, bu çox mühüm bir mexanizmidir və əlbəttə ki, dediyiniz kimi indiyə qədər dövlət başçısı tərəfindən, Cənab Prezident tərəfindən həyata keçirilən demokratik islahatların mühüm bir mərhələsidir və davamıdır. Azər müəllim, burada sizin fikrinizi davam edərək qeyd etmək istəyirəm ki, bir Cənab Prezidentin Azərbaycanın müstəqilliyi ilə bağlı verdiyi bəyanatlarda da söylədiyiniz fikirlərin
təsdiqini görmüşük. Hər zaman biz Azərbaycanın müstəqilliyindən, onun müstəqil siyasətindən danışarkən bunun fundamentinin xalqın idarəsindən ibarət olduğunu eşitmişik. Bu həqiqətən də belədir. Deməli, ancaq xalqın dövlət idarəçiliyində iştirakı, hakimiyyətin və xalqın idarə etmədə birliyi o ölkənin müstəqilliyini tam təşkil etmiş olur. Sosial konfliktlər, krizislər, onlar o ölkələrdə yaranır ki, orada idarə etmədə geniş kütlənin iştirakı yoxdur. Çünki vətəndaşın, geniş mənada ictimaiyyətin dövlət idarəçiliyində iştirakının demokratik cəmiyyət üçün əhəmiyyəti ondan ibarətdir ki, ictimaiyyət həm uğurları və bəzən həm də uğursuzluq və problemləri bölüşmüş olur. Demokratik cəmiyyətin əsl mahiyyəti bundan ibarətdir. Bax, bu baxımdan bu qanunun qəbulu, ümumiyyətlə bu ideyaların illər boyu səslənməsi cənab prezident tərəfindən, sonra isə bax bu formada cəmiyyət tərəfindən dəstəklənməsi və qəbulu bizim nə dərəcədə düzgün yolda olmamızın bariz nümunəsidir. Çünki o ölkələrdəki bir daha vurğulayıram ki, geniş ictimaiyyət, xalq, insanlar dövlət idarəçiliyində belə yaxından iştirak edirlər. Onlar hətta qarşıya çıxan problemləri də belə dövlətlə, hakimiyyətlə birgə həll etmək iqtidarında olurlar. Bölüşürlər məsuliyyəti və uğurlarda birlikdə sevinirlər. Bu baxımdan bu hesab edirəm ki, bizim dövlətçiliyimizin indiki mərhələsində xüsusi bir uğurdur. Bu qanunun qəbulu ilə bağlı önəmli məqamlardan biri də ondan ibarət oldu ki, yalnız qanunverici palatanın üzvləri ilə deyil, eyni zamanda daha geniş çevrədə bunun ictimai müzakirəsi də keçirildi. Bu qanun həm ölkə ictimaiyyəti arasında, həm də eyni zamanda beynəlxalq ekspertlər arasında da maraq doğurub. Biz bu məsələ ilə bağlı ABŞ-ın qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəzinin vitse-prezidenti Natalya Burjalinin münasibətini öyrənmişik. Onu dinləyək, sonra yenə müzakirələrimizə davam edək. Mənim adım Natalya Borjalıdır və mən Avrasiya üzrə ABŞ-ın qeyri-kommersiya hüquq üzrə Beynəlxalq Mərkəzinin vitse-prezidentiyəm. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanun layihəsinin qəbul edilməsi Azərbaycana dövlət idarə etməsinə və vətəndaş iştirakçılığına böyük bir töhfədir. Qanun dövlət orqanlarının qərar qəbul etmə prosesində vətəndaşların iştirakını təmin edəcək bir sıra qaydalar müəyyən edir. Biz xüsusilə şadıq ki, qanunda olan müddəaya əsasən dövlət qurumlarının fəaliyyətləri və görəcək işləri barədə öz elektron səhifələrində məlumatlar yerləşdirilməli və mətbuata yayılmalıdır. Bu imkan verəcək ki, vətəndaşlar mərkəzi və yerli icra hakimiyyəti və yerli özünü idarə etmə orqanlarının qərar qəbul etmə prosesində yaxından iştirak etsinlər və öz rəy və təkliflərini versinlər. Əlbəttə, istənilən qanun düzgün yerinə yetirildiyi halda hər hansı bir dəyişiklik gətirə bilər və biz ümid edirik ki, bu qanun Azərbaycana düzgün icra ediləcək. ABŞ-ın qeyri-kommersiya hüquq üzrə Beynəlxalq Mərkəzi bu qanun layihəsinin hazırlanmasında ekspertlərə və millət vəkillərinə yardım etdiyi üçün qürur hissi duyur. Biz bu qanunun uğurla icra edilməsində Azərbaycana hər zaman kömək etməyə hazırıq. Əlmən, bu qanunun tətbiqi ilə bağlı cənab prezidentin 16 yanvar 2014-cü il sərəncamında bir müddət var. Orada qeyd olunur ki, normativ hüquqi aktlar da bu qanunun tələblərinə uyğunlaşdırılmalıdır. Xahiş eləyərdim bu müddəanı şərh eləyəsiniz. Bunu necə qiymətləndirirsiniz? Bu çox vacib bir müddəadır. Çünki reallıq ondan ibarətdir ki, bugünə qədər də, yəni indiki dövrə qədər də bu münasibətlər qanunla tənzimlənməsə də bir sıra normativ aktlarla tənzimlənirdi. Deyək ki, qərarlarla və s. əmrlərlə, sərəncamla tənzimlənirdi. Və əslində artıq ictimaiyyətin dövlət idarəçiliyində yaxından iştiraki, müvafiq icra hakimiyyəti orqanları yanında şuraların yaradılması prosesini bir neçə ildir müşahidə edirik. Və heç də təsadüfi deyil ki, misal üçün qeyri-hökumət təşkilatların dövlət dəstəyi şurası yaradılıb. Bunlar heç bir təsadüfi proseslər deyil. Hətta bir qədər də haşiyə çıxın. Misal üçün, artıq 2009-cu ilin referendumundan sonra bizim konstitusiyada öz əksini tapmış müddəalardan biri də 40 min seçicinin qanunverici təşəbbüsü hüququ idi. Artıq bu proses, yəni Azərbaycanda siyasi islahatların yeni mərhələsi, demokratləşmə prosesi və onun vacib bir elementi kimi baxılan vətəndaş iştirakçılığı prosesi o bir neçə illərdir gedir. Və artıq vurğuladım ki, bu cür münasibətlər mövcud idi. Amma bu cür münasibətlər və problemin qoyuluşu, dövlət idarəçiliyinə yardım, bu hesab edirəm ki, tam qənaətbəxş deyildi.
Çünki onların fəaliyyəti hansısa bir normativ sənədlə yox, indi daha dəqiq deyim, dövlət orqanının qəbul etdiyi normativ sənədlə yox, deməli onu dəyişdirmək, ona müdaxilə etmək və o prosesi tənzimləmək mümkündür. Qanunla tənzimlənəndə təbii ki, onların həm status artmış olur, həm də tərəflərin məsuliyyəti, vəzifələri, hüquqlarına başqa bir qiymət verilmiş olur. Bu çox vacibdir. Çünki normativ sənədi dəyişdirmək də mümkündür, münasibətləri dəyişdirmək də mümkündür. Amma bizə isə bugün cənab prezident tərəfindən qarşıya qoyulmuş vəzifələri yerinə yetirməkdən ötürü tamam fərqli bir münasibətlər mühiti yaratmaq vacib idi. Bax, buna görə qanuna ehtiyac var idi və təbii ki, bu qanunun artıq ruhundan irəli gələrək digər normativ sənədlər, yəni indiyə qədər qəbul olmuş və bundan sonra qəbul olmuş sənədlər o qanunun ruhuna uyğun olaraq qəbul olunacaq. Bir konkret bir misal çəkmək istəyirəm. Elə bilirəm ki, bu sahədəki münasibətlərlə birbaşa bağlıdır. Misal üçün, bir sıra dövlət orqanlarında ictimai şuralar mövcud idi. Müxtəlif hallarda ölkə başçı tərəfindən həyata keçirilən işlər bağlı görüşlər, tədbirlər keçirilirdi və ilk baxışdan belə bir təəssürat yaranırdı ki, o şuralar bir çox dövlət orqanlarında var, amma nəticələr fərqlidir. Misal üçün, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında da belə bir şura var idi. Amma həm Korrupsiya Komissiyasının həyata keçirdiyi işlər, sonradan ölkə başçısının qəbul etdiyi qərar, kadr dəyişkənliyi və son islahatlar, artıq son dövrdəki islahatlar göstərir ki, oradakı proseslər şəffaf deyil. Onda sizdən təbii sual doğula bilər ki, axı necə olub ki, bu şuralar mövcud olub, amma bu qədər də şəffaflıqla, pozuntularla bağlı problemlər olub, onunla ictimaiyyət məlumatlı olmayıb. Bəli, həqiqətən maraq doğuran məsələdir. Amma indi məlumatlıyıq. Çünki indiki fəaliyyət, yeni rəhbərliyin fəaliyyəti və ümumiyyətcə, belə deyim, qurumun fəaliyyəti mətbuatla daha sıxdır, ictimaiyyətlə daha sıxdır. Deməli, bizi formal olaraq hansısa bir ictimai şuranın mövcudluğu qane etmir. Yəni Əli bu ictimai şuraların özləri də yəni şəffaf olması üçün hökmən bir qanunun ortada olması lazım idi. Əlbəttə və burada mən keçid etmək istəyirəm digər bir məsələyə. Biz payız sessiyasının sonunda parlamentdə qeyri-hökumət təşkilatları haqqında qanuna, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna da çox əhəmiyyətli əlavələr və dəyişikliklər etmişik. Elə vətəndaş cəmiyyətinin həm milli, həm də ki, əsas etibarilə xarici qeyri-hökumət təşkilatlarının, filiallarının fəaliyyətini tənzimləyən bir sıra normalara əlavələr, dəyişikliklər etmişik. Və bunlar hamısı, o əlavələr, dəyişikliklər vətəndaş cəmiyyətinin fəaliyyətinin şəffaflığına yönəlir və bu əlavə dəyişikliklər demokratləşmə və mütənasiblik baxımından çox əhəmiyyətlidir. Yekun olaraq onu qeyd etmək istəyirəm ki, biz əlbəttə ki, dövlət orqanlarının, yəni bütün hakimiyyət qollarının, parlament, icra hakimiyyəti, məhkəmə hakimiyyəti, onların, vətəndaş cəmiyyəti onlardan şəffaflığı tələb edir, haqlı da tələb edir. Amma bu şəffaflığı tələb edən vətəndaş cəmiyyətinə vətəndaşın o zaman inamı mövcud olar ki, vətəndaş cəmiyyəti özü öz fəaliyyətin şəffaflığını da cəmiyyəti nümayiş etdirmiş olsun. Və bu baxımdan hesab edirəm ki, ictimai iştirakçı haqqında qanunun qəbulu qüvvəyə minməsi və artıq qeyd etdiyim kimi, vətəndaş cəmiyyətin fəaliyyətini tənzimləyən digər qanunlara edilmiş şəffaflıq baxımından son dəyişikliklər onlar bir-birlərini tamamlayır. Ancaq şəffaf fəaliyyət insanlarda, dövlət orqanlarına, dövlət orqanlarında isə vətəndaş cəmiyyətinə inamı formalaşdıra bilər. Və ancaq bu cür qarşılıqlı inam və etimad şəraitində biz islahatları cənab prezidentin qarşıya qoyduğu şəkildə tam, dolğun həyata keçirə bilərik. Müəllim, bu ictimai iştirakçılığın indiyə qədər könüllü qaydada bir çox formalara tətbiq olunurdu və bu vətəndaş-dövlət münasibətlərinin inkişafında çox böyük önəm daşıyır. Ancaq qanunda bunun forma və prinsipləri daha konkret şəkildə təsbit olunub. Xahiş eləyərdim bununla bağlı məlumat verəsiniz və bir də bir məsələyə aydınlıq gətirərdiniz. Bu ictimai şuraların üzvləri hansı meyarlarla seçiləcək? Təşəkkür edirəm. Mən burada əlimdə qeyd etdiyim indiyə qədər ictimai şuralar mövcud olubdur. Fəaliyyət göstəribdir. Onun uğurlu nümunələri də var, amma bizi qane etməyən nümunələri də var, hansı bir haqqında əlimdə qeyd etdi. Amma bugün bu qanunun qəbulu ilə bağlı dediyiniz kimi çox ciddi mexanizm yaradılır. Bundan da başqa, qanunda da qeyd edilir ki, bütövlükdə ictimai iştirakçılığın
təmin etmək üçün, İctimai Şuranın fəaliyyətini doğru dürüst şəkildə tənzimləmək üçün müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi vahid bir əsasnamə olacaqdır. Və mən dediyi bir məsələ vardır ki, hər müvafiq qurum özünün təbii ki, öz əsasnaməsini təsdiq edir və həmin qurum səviyyəsində. Və bəzən azam o konstitusiyaya və ümumi müvafiq normativ hüquqi aktlarla da tam şəkildə üstə düşmürdü. Amma indi baxın, birinci Cənab Prezidentin bu fərmanında və ya qeyd etdiyiniz kimi bütün normativ hüquqi aktlar və normativ sənədlər bu qanuna uyğunlaşdırılacaqdır. Hətta Cənab Prezident belə bir müddət müəyyənləşdirib ki, Prezidentin fərmanları da bundan bağlı uyğunluq təşkil etməlidir. Və təsdiq olunan ümumi vahid sənəd ki olacaq, bu hamı üçün keçərli olacaqdır. Bunun mühüm əhəmiyyəti bundan ibarətdir. Və bu nə deməkdir? Bu deməkdir ki, artıq bir çərçivə müəyyənləşir. Bu çərçivə kifayət qədər şəffaf, ədalətli, obyektiv və eyni zamanda ictimai iştirakçılığın bütün mexanizmlərini özündə ehtiva edən çox ciddi bir, deməli, alətlər formalaşdıracaqdır. Bu alətlər bizə imkan verəcəkdir ki, sizin haqqında danışdığınız forma və məzmuna biz doğrudan da yeni bir yanaşma sərgiləyək. Formalar burada müxtəlifdir. Deyək ki, bunun biz təxminən 8 forması müəyyənləşdirmişik. Onlardan biri ən mühümü İctimai Şuranın yaradılmasıdır. İctimai Şuranın yaradılması bəyə haqqında danışdıq. Bu, o deməkdir ki, bütün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarını eyni zamanda yerli özünə idarə etmə orqanlarının, yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılacaq bir məşvərətçi qurumdur. Bu məşvərətçi qurumun formalaşmasında vətəndaş cəmiyyəti institutları iştirak edəcək. Biz bu qanunda vətəndaş cəmiyyəti institutlarını aşağıda kimi təsbit etdik. Baxmayaq ki, bütövlükdə bilirsiniz ki, vətəndaş cəmiyyəti institutlarının arealı kifayət qədər genişdir, bu sahə genişdir, amma biz onları təxminən qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar, kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları və bələdiyyələrin yerli məhəlli komitələri ilə məhdudlaşdırdıq. Eyni zamanda ayrı-ayrı vətəndaşlar da, vətəndaş qrupları da İctimai Şuranın işində iştirak etmək hüququnu biz təbii ki, bu qanunda müəyyənləşdirmişik, təsbit etmişik. Bundan sonra mühüm alətlərdən gəlir ictimai müzakirələr. İctimai müzakirə nə deməkdir? İctimai müzakirə budur ki, istənilən deyək ki, mərkəzi və yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aid olan və ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı qeyd etdiyimiz qurumlar deməli vətəndaş cəmiyyəti institutlarla, vətəndaşlarla müzakirə aparacaq. İctimai müzakirələrə dəvət olunacaq maraqlı tərəflər istənilən layihələri, istənilən dediyim kimi insanların, vətəndaşların maraqlarına toxuna bilən məsələləri müzakirə edəcək. Onların fikirlərini alacaq, onların rəyini öyrənəcək. Bu çox mühüm məsələdir. İkinci mühüm element ondan ibarətdir ki, ictimai məsləhətləşmələr həyata keçiriləcək. Məsələn, deyək ki, biz ictimai dinləmə deyilir. İstənilən mühüm əhəmiyyətli bir bina, deyək ki, bir ərazidə bir stadion tikilir, yaxud da bir ərazidə mühüm bir yer çəkilir. Həmin müvafiq qurum həmin ərazidə yaşayan əhali ilə məsləhətləşəcək, onların necə deyərlər, məlumatlandıracaq. Mən burada bir haşiyə çıxım. Buyurun. Məsələ burasındadır ki, xatırlayırsa, biz tikinti məcəlləsini parlamentdə qəbul edərkən elə bir fikri, yəni ictimai müzakirə fikrini bir cümlə ilə salmışdıq. Bəli. Amma onun mexanizmini bilmirdik. Tamamilə Demək doğru. istəyirəm ki, bu cür ideyalar bir neçə qanunda var idi, amma onun mexanizmi yox idi. Mexanizm olmadığına görə də təbii ki, o norma icra olunmurdu. Tamamilə doğrudur. Bu qədər Tamamilə doğrudur. Tamamilə doğrudur. Digər bir tərəfdən mənim dediyi məsələyə mən biraz daha da qüvvət verərək demək istəyirəm ki, məsələn deyək ki, indiyə qədər qanunda Milli Məclisdən bağlı hər hansı bir müddət yox idi. Amma bu qanunda Milli Məclis xüsusi bir fəsildə qeyd olunur və Milli Məclisin qəbul etdiyi qanunların ilk növbədə ictimai müzakirənin təşkil edilməsindən bağlı indiyə qədər mövcud praktikada olan təcrübə daha lakonik, daha necə deyərlər, sistemli şəkildə bu qanunda əks olunubdur. Və demək olar ki, Milli Məclis qəbul etdiyi qanunları həm öz saytına yerləşdirilməli, həm bunu ictimai müzakirəni keçirilməli, həm də müvafiq qaydada ictimai demələ keçirilməlidir. Və digər mühüm yeniliklərdən biri ondan ibarət ki, biz yazılı məsləhətləşmə terminini gətirdik bu qanunun Azərbaycan deməli qanunvericiliyinə. Bu nə deməkdir? Biri var, ümumi deyək ki, qanunların yaxud da hüquqi normativ aktlarla bağlı rəyin əldə edilməsi bu şifahi də ola bilər. Məsələn, müzakirə edirik, toplanırıq, ekspertə cəlb olunur, dəvət olunur, bu ümumi müzakirələr olunur. Bir də yazılı məsləhətləşmə. Yazılı budur ki, vətəndaş cəmiyyəti institutları ilə müvafiq qurumlar yazılı şəkildə istənilən hüquqi normativ akt haqqında rəy əldə edə bilir. Yəni, yazılı şəkildə ona ictimai mövqe bildirilir, onu ictimai ekspertizə həyata keçirilir. Bilirəm, bu çox mühüm amillərdən biridir. Başqa elementlərə gəldikdə isə mən deməliyəm ki, bütövlükdə hər bir sahədə elə bir sahə yoxdur ki, həmin sahənin fəaliyyəti ilə bağlı
vətəndaş cəmiyyəti institutlarının iştirakını və töhfəsini təmin etmək mümkün olması. Bu qanun bizə imkan verir ki, məhz dediyim kimi ictimai əhəmiyyəti istənilən sənədin qəbulunda, istənilən qərarın qəbulunda vətəndaşların mövqeyi nəzərə alınsın. O ki, qaldı bunun prinsiplərinə və bütövlükdə bunun belə deyək, digər tərəflərinə prinsiplər burada açıqdır və ya burada qeyd etdik. Könüllülük, şəffaflıq, aşkarlıq, ayrıseçkiliyin deməli ayrıseçkilərə yol verilməməsi, bərabərliyin təmin olunması, bunlar bizim əsas deməli prinsiplərimiz, qanunda əsas olan prinsiplərdir. Digər tərəfdən isə necə bilirəm ki, bu qanunun həm də xüsusi önəmi ondan ibarətdir ki, və siz burada qeyd etdiyiniz ictimai şuranın yaranmasının mexanizmi, formaları, onun ümumiyyətlə reqlement müəyyənləşdirilir. Azər müəllim, bu məsələ ilə bağlı bir maraqlı məsələ də var. Biz bilirik ki, regionlarda vətəndaş cəmiyyətinin sıxlığı müxtəlif cürdür. Bu ayrı-ayrı regionlarda bu necə tənzimlənəcək? Hansısa bir rayonda tutaq ki, yalnız bir vətəndaş cəmiyyəti qurumu var, yaxud hansısa bir bölgədə vətəndaş cəmiyyəti həddən artıq çoxdur. Bunun mexanizmi necə olacaq? Bu da maraqlı sualdır. Yəqin tamaşaçılarımız üçün də maraqlı olacaq. Mən deyim ki, qanunda biz vahid bir rəqəm müəyyənləşdirməmişik ictimai şuranın tərkibi ilə bağlı. 5 nəfərdən 15 nəfərə qədər. 15. Niyə 5 nəfərdən 15 nəfərə qədər? Bayaq siz qeyd etdiniz, doğru qeyd etdiniz. Elə bölgə var deyə Bakıda maksimum biz rəqəmi 15 nəfər götürə bilərik. Çünki burada doğrudan da dediyiniz kimi vətəndaş cəmiyyəti üzvləri çox aktivdir və bunların iştirakı yəqin ki, daha belə deyək, çevik bir şəkildə təmin olunacaqdır. Amma bölgələrdə deyək, ucqar bir kənddə biz 15 nəfər şuranın üzvünü əldə etməkdə çətinlik çəkə bilərik. Ona görə biz minimum rəqəmdən istifadə edəcəyik, 5 rəqəm. Burada da nədən var? Burada əlbəttə ki, elə bölgələr var ki, deyək ki, orada biz müəyyənləşdirdik, deyək, qeyri-hökumət təşkilatları, yəni ictimai birlikdə fondlar ola bilər, kütləvi informasiya vasitələri ola bilər, həmkarlar ittifaqları ola bilər və eyni zamanda məhəllə komitələri ola bilər. Deməli, biz imkan yaratmışıq ki, orada hansısa 3-dən, 4-dən biri yoxdursa, digərləri burada iştirak etsin. Məsələn, elə bölgə var ki, orada yalnız məhəllə komitələri ola bilər. Yəni, yalnız qeyri-hökumət təşkilatları deyil, vətəndaş cəmiyyətinin bütün elementləri iştirak edirlər. Hətta biz orada qanunda müəyyənləşib ki, vətəndaş birlikləri də burada iştirak edə bilər. Digər bir tərəfdən mən sizə deyim ki, qanunda açıq şəkildə yazılıb ki, əgər vətəndaş cəmiyyəti institutları namizəd irəli sürmüş vətəndaş cəmiyyəti institutları bu seçkidə iştirak edirsə, bu demək deyil ki, namizədi irəli sürməyən vətəndaş cəmiyyəti institutları bu prosesdən kənarda qalmalıdır. Hətta sən namizədlə, yəni ictimai şuranın üzvlüyü ilə bağlı namizədlə çıxış etmirsənsə, iştirak etmirsənsə, o demək deyil ki, sənin bu hüququn məhdudlaşır. Demək olar ki, bütün vətəndaş cəmiyyəti institutları, bütün vətəndaş qrupları məhz ictimai şuranın formalaşmasında iştirak edə bilər. Digər alətlərdə isə, deyək, dinləmələrdə, müzakirələrdə, yazı məsələşmə, burada heç bir məhdudiyyət yoxdur və xüsusilə mən qeyd etməliyəm ki, biz bunu əgər mənim xatırlayırsa geniş müzakirə etdik və belə bir razılıq əldə olundu ki, ümumiyyətlə bu qanun digər formalarda ictimai iştirakçılığı yaxud da qanunların və qərarların qəbulunu iştirakı məhdudlaşdırmır. Yəni, təsəvvür edin ki, burada da daha geniş bir necə deyirlər, diapazonu biz nəzərə aldıq və heç bir halda vətəndaşların hər hansı bir formada təşəbbüslə çıxış etməsinə bu qanun müəyyənçi törətmir, məhdud yaratmır, tam əksinə ona geniş imkanlar açır. Tamamilə haqlısınız. Yəni, həqiqətən Azər mənim bu söylədiyi sonuncu fikir çox əhəmiyyətlidir, çünki çox diskussiya olundu. Axı, biz qanunverici olaraq həm də praktikada baş verən halları da müşahidə edə bilmişik və bizim qarşımızda məqsəd var idi ki, bu heç bir halda hansısa bir formal instituta çevrilməsin. Eyni zamanda bizim hüquqşünas olaraq qarşımızda məqsəd var idi ki, ictimai şura əlbəttə ki, dövlət orqanının hansısa bir funksiyalarını mənimsəyə bilməz, onu əvəz etmir. Amma məsələyə ancaq fərqli bir nöqtədən biz baxsaq, qanunun və onun əsl mahiyyətini anlaya bilərik. İctimai iştirakçılıq haqqında qanun vətəndaş cəmiyyətindən, ictimai